Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə testlərimiz Səttar Bəhlulzadə sınaq 7-də 4-cü siniflərdən izahında olacaq. Yəni Azərbaycan dili izahında olacaq. 15 sualdır. Öz şagirdlərimiz bunu işləmişdi. Yəni yoxladıq və görürsünüz ki, cavabların hamısını vurmuşam. Birdən kimsə işləmək istəyər. Ona görə birinci əgər kimsə işləmək istəyirsə, öz cavabını yazsın, sonra video izahlara baxıb yoxlaya bilər. Birinci sualımız belədir ki, deyir ki, söz birləşmələrindən birinin aslı tərəfində eynicisi samit qoşalığı var. Baxın, söz birləşmələri aslı və əsas tərəf olur. Aslı tərəf nədir? Baxın, birinci tərəf aslı tərəfdir. Yəni bu tərəf aslı tərəfdir, ikinci tərəf əsas tərəfdir. Və bizdə də deyir ki, söz birləşmə birinci tərəfində, söz birləşmələrinin birinin aslı tərəfində, yəni birinci tərəfdə. Aslı tərəf birinci tərəfdir, əsas tərəf ikinci tərəfdir. Deyir ki, eynicisi samit qoşalığı var. Baxın, 8-ci nömrə. 8-ci nömrədə 2 dənə G var. Amma bunlar tərəfsi necə olacaq? 8. İkincisi G olacaq. İkincisi G oldu. Keçdi digərinə. C variantı. Ayaqqabı. 2 dənə Q var. Amma tərəfsi bu formada olacaq. Baxın, iri addımlar olmaz. Çünki burada aslı tərəfdə heç eynicisi samit yoxdur. A variantında da olmadı, C variantında da olmadı, B variantı. Səyyah arzusu. Niyə? Baxın, niyyət, qəyyum, səyyah, səyyar bu sözlərin yazışı və tələffüzü ilə olduğu kimi qalacaq. Və eynicisi samit qoşalığı da baxın buradadır. Yəni birinci sualda doğru variant B variantı. İkinci sual. İsmi xəbərli cümləni göstərin. Baxın, biz bilirik ki, yəni 4-cü sinif dərsliyimizdə də var. Fe'li xəbər var, bir də var ismi xəbər. Fe'li xəbər nə etdi, nə edir, necə suallarına cavab verir. İsmi xəbər kimdir, nədir, necədir, haradır, neçədir sualına cavab verir. Və bura baxın, deyir ki, hamı həyatda onu gözləyirdi. Nə edirdi, gözləyirdi. Deməli, bu fe'li xəbər. Ayın 6-sına kimi evə qayıtmalıyıq. Nə etməliyik? Qayıtmalıyıq. Fe'li xəbər. Sizə xoş xəbərim var. Baxın, burada da ismi xəbər, yəni C variantı. D-yə də baxaq. Sən neçəncisini axtarırdın, nə edirdin? Axtarırdın. Deməli, ikinci sualımızda nə oldu? Cavab C variantı. İsmi xəbərli istəyirdi, bəli. Baxın, bunlar oldu fe'li xəbərli. Fe'li xəbərli. Bunlar isə ismi xəbərli C variantı. Deməli, C variantımız. Üçüncü sual. Verilən variantlardan birində vergül düzgün qoyulmayıb. Variantların birində vergül düzgün qoyulmayıb. Vergül nə zaman qoyulur? Biz 4-cü sinif dərsində də keçmişik. Vergül nə zaman qoyulur? Vergül o zaman qoyulur ki, özündən sonra əgər əsas nitq hissələr gələrsə, əlbəttə bunların da içindən əvəzlik və feil çıxmaqla. Yəni gələrsə vergül qoyulur. Baxın, vergül düzgün qoyulmayıb. O evə gəlməmişdi. O evə gəlməmiş kimi o evə. Burada doğrudur. Bu sənin mənə aldığın qələmdir. Baxın, elə bu qalsın. Keçirim digər variantə. Bu kitab hələ bizə lazımdır. Ana, bu kitab, hansı kitab? Bu kitab, bu doğrudur. Niyə? Çünki hansı sualına cavab verir? İşarə əvəzliyidir, onca vergül olmayacaq. Yəni doğrudur bu. Bu maraqlı hekayədən birini seçib oxudu. O, kim o? Maraqlı. Özünüzün maraqlı sözü sifət gəlib. Ona görə də bu da doğrudur. Amma baxın, bu sənin mənə aldığın qələmdir. Bu sənin. Demişdi ki, əgər o budan sonra nə gələrsə, əvəzlik və feil gələrsə, nə olur? Vergül qoyulmur. Bəs nə zaman vergül qoyulur? Əsas nitq hissələri gələrsə, bir dənə əvəzlik və feili çıxmaqla. Əgər özündən sonra əvəzlik və feil gələrsə, vergül olmayacaq. Deməli, burada hansı variantımız oldu? B variantı. B variantı 3-də. 4-də. Zərfin məna növünü nəzərə alaraq ardıcıl davam etdirin. Zərfin məna növü dürüst, çətin, təəccüblü. Hansı zərfdir bunlar? Tərzi hərəkət zərfi. Tərzi hərəkət zərfidir. Bizdən də tərzi hərəkət zərfini istəyir. D variantı. 4-də. 5-ci sualda. Müəllim kitabdakı nağılı yenə oxutdurdu cümləsində ismin hansı halda olduğunu ardıcılla müəyyən edin. İsmin. Baxın, isim burada müəllimdir, kitabdır, nağıl sözüdür. Deyir ki, ismin hansı halda olduğunu müəyyən edin ardıcıllığına. Deməli, müəllim adlı qal, kitabdakı adlı qal, nağılı, nağıl-ı. Baxın, təsirlikar. Adlıq və təsirlik. Yəni 5-ci sual doğru variant B variantı. 6-cı sualımızda. 6-cı sualımızda azaltma dərəcəsində göstəricisi ola bilməz. Azaltma dərəcəsi. Bilirik ki, azaltma dərəcəsi 2 yoluna bilir. Morfoloji, sintaksi. Deməli, morfoloji yolla şəkilçilərlə, sintaksi söz və söz birləşmələri ilə.
Deməli, azaltma dərəcəsinin ola bilməz. Hansıdır onda burada? Zil. D variantı. Niyə? Çünki zil qara, məsəl üçün deyirəm, zil qara. Bu hansı dərəcəyə aiddir? Bu çoxaltma dərəcəsinə aiddir. Amma məsəl üçün deyirəm, acı təhər, alaçik, sarımtıl. Baxın, bunlar azaltma oldu. Bir dənə zil qara, məsəl üçün desəm, bu olur çoxaltma dərəcəsi. 7-dən 12-yə qədər mətnimizdir. Mətnimiz belədir ki, deyir ki, iyun ayı idi. İyun ayı idi. Bir gilas satan gilas alırdım. Bu vaxt yanımıza yaşlı bir qoca gəldi. Əynində köhnə bir paltar var idi. Qoca yarısına qədər dolu torbanı gilas satana uzatdı və oğlum, dünən axşam bu gilasları səndən aldım. Gözümün qarşısına yaxşılarını qoymuşdun. Ancaq evə aparanda yarısı çürü çıxdı dedi. Gilas satan əvvəlcə qocaya tərs-tərs baxdı. Sonra isə sən o gilasları məndən almamısan. Məndən almamısan? Məndən sözdə səhv yazdım. Məndən almamısan. Get kimdən almısansa ona da qaytar. Ağsaqqal kişi yenə də halını pozmadı. Oğlum, dünənki hesabatdan əskiyin çıxmadı ki, deyə soruşdu. Gilasçıdan qaşlarını çatdı və 5 manat əskik idi. Bundan sənə nə? Dedi. Qoca cibindəki əzik bir 5 manatlıq çıxartdı və gilasçıdan uzadaraq, al oğlum, dünən axşam mənə verdiyin gilasların içindən çıxdı. Dedi və ağır addımlarla oradan uzaqlaşdı. İndi 7-də deyir ki, bu sözlərdən qocanın dən düşmüş saqqalı titrədi cümlənin nöqtəyə hansı boşluğa uyğun ola bilər? Baxın, hansı boşluğa uyğun ola bilər? Burada ikinci boşluğa uyğun ola bilər. İkinci boşluğa, yəni doğru variantımız B variantı. B variantı. 8-ci sualımızda. 8-də nə deyir? Hansı kəlam mətn məzmununa daha çox uyğun gəlir? Vicdanla alver edən varlanmaz. Daha çox uyğun gəlir. Hər dediyin doğru olsun, amma hər doğru hər gəlməz. Düz söz insan üzünü ağardar, dosta tən gəlir. Baxın, deyir, hansı kəlam mətnin məzmununa daha çox uyğun gəlir? Vicdanla alverdən varlanmaz. A variantı daha uyğun gəlir əslində. 9-cu sual. Tün qara hərflə verilmiş sözün kontekstinə görə qarşılığı əvəz edilə bilər. Tün qara hərflə verilmiş söz, baxın buradaydı. Yaşlı. Yaşlı sözün hansını əvəz edə bilərik? Ahıl sözü ilə. Ahıl yaşlı deməkdir. Yəni, əvəz edə bilərəm A variantı. Deməli. 10-cu sualımız. Mətnin plan bəndi ola bilməz. Mətnin plan bəndi olmur. Qəzəbli sözlər ola bilər. Əzik 5 manat ola bilər. Çürü iclaslar ola bilər. Ağzına kimi dolu torba deyil. Ola bilməz. B bəndi. Çünki torba yarımçıq idi. Elə burada da deyirdi. Torba yarımçıq idi. Yarıya qədər burada var idi mətndə. Deməli, B bəndi ola bilməz. Mətndə əsas dəqiq demək olmaz. Mətnə əsasən, üzr istəyirəm. Mətnə əsasən dəqiq demək olmaz. Olmaz, yox, olar. Olar. Mətnə əsasən dəqiq demək olar. Yəni 11-ci sualımızda deyir ki, görək nə deyir. Hadisələr yay fəslində baş vermədiyini, yox, bunu demək olmaz dəqiq. Hadisə vaxtı orada ən az 3 adamın olmasını, qocanın 5 manatı bilərək götürməsini, gilasçıdan sadəcə bu qocanı aldatmasını. Mətnə əsasən dəqiq demək olar. Baxın, hadisə vaxtı orada ən az 3 adamın olmasını dəqiq deyə bilərik. Deməli, deyir ki, qoca yarısına torbanı ən az 3 nəfərin olmasını dəqiq deyə bilmərik. Gilasçıdan bu qocanı aldatmasını, 5 manatı bilərək götürməsini, hadisə vaxtı orada hadisənin yay fəslində baş verməsi. Yay fəslində. Dəqiq demək olar, hadisə yay fəslində baş vermişdi. İyunda. Yay fəslində baş vermədiyini deyir. Yox, burada vermədiyini deyir. Deməli, A variantı getdi. Hadisə vaxtı orada ən az 3 adamın olması ilə B variantımız daha çox uyğundur. B variantımız daha çox uyğundur. 12-ci sualımız. Altından xətt çəkilmiş sözlərdən biri mətndəki ilə eyni mənada işlənib. Baxın, bu ağır çantanı sən apara bilməzsən. Ağır sözü mətndəki mənadan. Ağır. Baxın, buradaydı mətnimiz. Dedi və ağır addımları oradan uzaqlaşdı. Xeyr. Orada o mənada işlənmir. Kimdənsə ah olmaq çox qorxuludur. Çox qorxuludur. Görək mətnimizdə altına xətt çəkilmiş söz. Deməli, bu da nə olar? Olmaz. Baxın, D variantıdır. Niyə? Baxın. D variantı da çox baxmayaq mətndə. Çünki mətnin yarısı buradadır, yarısı o yüzdə görsənmir deyənə. D variantımız niyə? Nəhayət dönüb mən tərəfə baxdı. Baxın, nəhayət dönüb mən tərəfə neynədi? Baxdı.
Baxdı. Baxın burada deyir. Gilas satan əvvəlcə qocaya tərs-tərs baxdı. Baxıb da, yəni sifətini döndərib baxıbdı. Burada da o mənadadır, baxın. Nəhayət dönüb mən tərəfə baxdı. Bəli, burada da o eyni mənada. Yəni dönüb baxıb da burada da. Yəni D variantı. Amma digərləri elə deyildi. Baxın, deyir ki, mən dərd verdin, mənə dərd verdin qardaş. Bax verdi. Bax bura baxın. Dün axşam mənə verdiyi gilas. Burada gilas veribdi. Burada amma dərd verdin deyir. Yəni məcazıdır burada. Amma mətndə həqiqi işlənibdir. Ona görə də bizə mətndə də həqiqi olsun. Belə deyim. Burada da variantda da həqiqi işlənsin. O da D variantıdır. 13-cü sualımız. 13-cü sualımız uyğunluğu tapın. Baxın bu suallardan neyindirik? Doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. Doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. Burada da C variantıdır. C variantıdır. Baxın, bu gün uşaqlar çox danışdı. Cümləsində fərqlənmiş söz saydır. Xeyr. C variantı. 14-cü sualımızda mənim babam olduqda dürüst adam cümləsində yanlış fikri seçin. Fe'l xəbərli cümlə deyil. Fe'l xəbərli cümlə deyil. Deməli deyir ki, bizdən yanlış fikir istəyir. Mənim babam olduqda dürüst adamdır cümləsində yanlış fikir seçin. Fe'l xəbərli cümlə deyil. Yanlış olan istəyir. Bəli, fe'l xəbərli cümlə deyil. Adamdır, adamdır. Doğrudur bu. Yəni yanlış olanı istəyir. Bir getdi. Baxın. Bir getdi. Yəni üstə gəlmə qoyuram. 2. Altından xətt çəkilmiş gəliş adlıdır. Mənim. Bəli. Üstə gəlməli. Yəni 1 ilə 2-ləri silirik. 1-2 harda varsa ixtisar edirəm. Baxın, silirəm. 1-2-ləri sildim. 3. Mübtəda söz birləşməli ilə ifadə olunub. Bəli. 3 oldu. 3 də getdi. 4, 5, 6. Yəni D variantı. 15-ci sualımız. Sözün yazışı tələffüzü nəzərə alaraq uyğunluğu müəyyən. 2 fərqli məqam var. Yazışın tələffüzü arasında 2 fərqli məqam var. Baxın, ustalıq, ustalıq. Ustalıq. 1-də B. 1-də B. 2-də fərqli məqam yoxdur. Şəffaf. 2-də D. 2-də D. Baxın, 1-də B, 2-də D. 1-də B, 2-də D. 1-də 2-də C də olar, niyyət sözü. Yəni 1B, 2D, C. Belə bir variant var. 1B, 2C, D, B variantı. Yəni 15-də də B variantı. Bugünün izahatımız bu qədər. İnşallah sizlər üçün faydalı olar. Əgər sizlər də hansı sualdırsa, belə deyim, çətinlik çəksəz, qaranlıq qalsa, yəni yazarsınız, izahatını daha geniş şəkildə laf verərik. Sağ olun, salamat qalın.